Deməli, 11-lərlə 2,1 saatlıq test dərsindən yeni qurtulmuşam və sizə qəbula düşmüş bir sualı izah etmək istəyirəm. Sual belə idi: İnsanın döş qəfəsinə aid olan axırıncı cüt qabırğaları döş qəfəsinin tərkibindən çıxarsaq, bu döş qəfəsində cəmi neçə sümük qalar? Əgər bu sualda cavabı 35 düşündünüzsə, düz deyil. Biz bilirik ki, döş qəfəsinin tərkibinə 1 ədəd döş sümüyü, 24 ədəd qabırğa və 12 ədəd döş fəqərəsi aiddir. Bir döş fəqərəsinə 2 ədəd qabırğa birləşir. Yalancı qabırğalarda, həqiqi qabırğalarda, sərbəst qabırğalarda arxadan döş fəqərələri ilə birləşir. Əgər biz insanın döş qəfəsinə aid olan istənilən qabırğanı döş qəfəsinin tərkibindən çıxarmış olsaydıq, bu arada bunu əməliyyatla və sair çıxarmaq kimi başa düşməyin, sadəcə beyninizdə düşünün ki, döş qəfəsinin tərkibindən bu sümüklər çıxarılır. O zaman qabırğalarla bərabər mütləq həmin qabırğanın birləşdiyi döş fəqərəsini də döş qəfəsinin tərkibindəki sümüklər siyahısından çıxarmalıyıq. Uzun sözün qısası, döş qəfəsinin tərkibindən axırıncı cüt qabırğa çıxaranda döş qəfəsindən 2 ədəd qabırğa çıxarmaqla yanaşı, həmin o 2 ədəd qabırğanın birləşdiyi axırıncı, yəni 12-ci döş fəqərəsini də çıxarmış olursunuz. Yəni cəmi 3 dənə sümüyü döş qəfəsindən çıxarırsınız. 37 çıx 3, 34 sümük qalmış olar. Mən sizdən soruşum. Bəs biz döş qəfəsinin tərkibindən toplam 3 dənə döş fəqərəsini çıxarsaydıq, qəfəsin tərkibində cəmi neçə sümük qalardı?